Salam uşaqlar, hər vaxtınız xeyir. 5-ci sinif namazovla yolumuza davam edirik. Yeni mövzumuz kəsirlərin ixtisarıdır və düzgün olmayan kəsirin qarşığa dədə çevrilməsidir. Bu iki başlıq üzərində işləyəcək. Deməli, nömrə 19-da görək nə deyir. Kəsirləri deyir ardıcıl yaxud tam ixtisar etməklə ixtisar olunmayan kəsir şəklində yazın. Ardıcıl ixtisar nə deməkdir, tam ixtisar nə deməkdir? Məsələn deyirəm. Belə bir ədəd versə, elə buradan götürüb yazaq. 30-da 18. Ardıcıl ixtisar kimi yazsam, mən birinci baxaram ki, 30 neçəyə bölünür? 2-yə bölünür. Hər tərəfi 2-yə bölərəm. 30-u 2-yə böləndə eləyər 15. 18-i 2-yə böləndə eləyər 9. Sonra baxıram ki, 15 ilə 9 yenə öz növbəsində hər tərəf 3-ə bölünür. Yəni 15-i 3-ə bölərəm 5, 9-u 3-ə bölərəm 3. Bu şəkildə alınır. Amma tam ixtisar eləsəm, məsələn, 30-da 18. 30-da 18-i tam ixtisar eləsəm, hər tərəfin 6-ya bölərəm. Yəni, birbaşa 36-ya böləndə 5 eləyəcək, 18 6-ya böləndə 3 edəcək. Yəni, hər ikisi bu şəkildədir. Tam da eləyə bilərsiniz, ardıcıl da eləyə bilərsiniz. İkincisi, 40-da 36. Qoy, mən bunları yazdım, vaxtınız da getməsin. Bu şəkildə yazdıq. Yəni, buradakılar hamısını köçürtdüm bura tez olsun deyə. Deməli, 40-da 36-nı. Mən yenə gəlim bir hissəsini ardıcıl olaraq böləcəm. Bir hissəsini tam olaraq. 40-ı 2-yə böldüyümüz zaman eləyəcək 20. 36-nı 2-yə böldüyümüz zaman 18. Baxırıq ki, 20 2-yə bölünəcək. 20-ni 2-yə böləndə 10 eləyəcək. 18-i 2-yə böləndə 9 edəcək. Keçirik 36-da 27-yə. Hər tərəfi 3-ə bölərəm. Hər tərəf 3-ə bölündüyü zaman, çünki 2-yə bölünmür, axı 27 2-yə bölünmür. Ona görə 3-ə böldük. Bu edəcək 12. 27-ni 3-ə böləndə 9. Baxıram ki, hər tərəf yenə 3-ə bölünə bilər. 4-də 3 şəklində alınır. Sonra 45-də 30. Hər tərəfi 3-ə böldüyümüz zaman edəcək 15-də 10. Hər tərəf 5-ə bölündüyü zaman edəcək 3-də 2. 2-yə böldüyümüz zaman 10-da 6, yenə 2-yə böldüyümüz zaman 5-də 3 alınır. 42-də 39. Hər tərəfi ilə 3-ə bölərik. Edər 14-də 13. 60-da 45-in hər tərəfini 15-ə bölərik. 4-də 3. 78-də 52-nin hər tərəfini 26-ya bölərik. Edər 3-də 2, 56-da 24-ün hər tərəfini 8-ə böldüyümüz zaman 7-də 3, 64-də 48-in də hər tərəfini 16-ya böldüyümüz zaman edər 4-də 3 şəklində. Növbəti 20-ci misal. Deyir, bölmə əməlini adi kəsirlərlə ifadə edin və alınan kəsirləri ixtisar edin. Nömrə 20. Bu nə deməkdir? Bax, birin bu yenə burada göstərim, sonra hamısını birlikdə yazaq. 9 bölək 45. Nə deməkdir? 9 bölü 45 demək deyil. Bölmə əməlini adi kəsirlə ifadə elədik. 9 bölünsün 45. Hər tərəf neçəyə bölünər? Hər tərəf 9-a bölünər. 45-i 9-a böləndə 5, 9-u 9-a böləndə 1 alınır. Yenə eyni qayda ilə misalın hamısını köçürdük. Yazaq. 50 bölək 75 bərabərdir. Hər tərəfi 25-ə bölünər. Alınır 3-də 2. Sonra 44 böl 66. Deməli, hər tərəfimiz 22-yə bölünür. Alınır 3-də 2. 24 böl 32. Bu şəkildə yazsaq, hər tərəfini 8-ə bölsək, edər 4-də 3. 50 böl 40. Bərabərdir. Hər tərəfini 10-a bölərik. Edər 4-də 5. Bunu lap düzgün olmayan kəsirə də çevirək. Daha doğrusu qarşıq ədədə çevirək. Böyləcə 1,4-də 1. 12 böl 24. 12 ilə 24 hər tərəf 12-yə ixtisar gedəcək. 2-də 1 qalacaq. 18 bölünsün 45 bərabərdir. Deməli, hər tərəfimiz neçəyə gedəcək? 9-a gedəcək. Eləyəcək 5-də 3. Bu şəkildə. Daha doğrusu 5-də 2. 18-i 9-a böləndə 2 eləyəcək. Sonra 60 böl 32. 60-ı 32-yə böldüyümüz zaman hər tərəf 4-ə ixtisar eləsək, olar 8-də 15. Bunu da qarşıq ədədə çevirdiyimiz zaman 1,8-də 7 alınır. 35 böl 21 bərabərdir. Hər tərəfi 7-yə bölündüyü zaman alınır 3-də 5. Bu da eləyəcək 1,3-də 2
21 böl 28 hər tərəfimiz 7 ixtisar olsa 4-də 3 edər. 32 bölünsün 20-yə bərabərdir. Hər tərəf 4-ə ixtisar olunsa bura olar 5. 32-ni 4-ə böləndə 8. Qarşıq ədədə çevirdiyimiz zaman 5-də 3 və sonuncusu 56 bölünsün 40. Deməli, hər tərəfimiz 8-ə ixtisar olunur. 5-də 7. Bunu da qarşıq ədədə çevirdiyimizdə bu şəkildə alınır. Sonra 21. Görə 21-də nə deyir? N-in hansı natural qiymətlərində verilən kəsirlər ixtisar olunmayan düzgün kəsirlərdir? Biz demişik ki, ümumiyyətlə, düzgün kəsirlər nə deməkdir? Düzgün kəsir məxrəc sürətdən daha böyük olmalıdır. Yəni, bizim elə verilən natural qiymətlərimizdə verilən kəsirlər həm də ixtisar olunmayan olmalıdır. Yəni, biz 1-dən 11-ə qədər ədədləri 12-nin məxrəci 12-dirsə, 1-dən 11-ə qədər olan ədədləri yazmalıyıq. Çünki bizdən düzgün kəsirləri soruşur. Amma bir də deyir ki, ixtisar olunmasın. Yəni, 12-də 1 ixtisar olunmur heç nəyə. 12-də 2 olunur, 12-də 3 olunur, 12-də 4 olunur. Hər tərəf 4-ə ixtisar gedir. O mənə ilə. 12-də 5, 12-də 7, ta hamısını bir-bir saymıram. Bu şəkildə yazırıq. İkincisi 15-dir. 15-də 1, 15-də 2, 15-də 3 ixtisar olunur. 15-də 4 ixtisar olunmur. 15-də 5 ixtisar olunur. 6 ixtisar olunur. 7 olunmur. 8-də olunmur. 11, 13 və 14. 15-də 14 ixtisar olunmur. Üçüncüsü 16-da. 16-da 1, 16-da 3, 16-da 5, 16-da 7, 16-da 9, 16-da 11, 16-da 13, 16-da 15. Dördüncü 20-də. 20-də 1, 3, deməli 6 olacaq. 7, 9, 11, 13, 17 və 20-də 19. Sonra 5-ci 30-da. 30-da 1, 30-da 7, 30-da 11, 13. Hamısı yəni sırayla baxırsınız ki, hansı bölünmür. Çünki bizə ixtisar olunmayanı istəyir. 6-cı 24-də n. 24-də 1, 5, 7, 11, 13, 17, 19 və 24-də 23. 7-ci 18-də n. Yəni 18-də 1, 2 olur, 3 olur, 4 olur, 5 olmur, 6 olur, 7 olmur, 8 olur, 11, 9 da olur, 10 da olur, 11 olmur. Ondan sonra 13, 14 olur, 15 olur, 16 da olur və 17. Sonuncusu 36-da n. 36. Deməli 36-da 5, 36-da 7, 36-da 11, 17, 19, 23, 25, 29, 31 və 35. Siz də yenə baxarsınız, birdən də hansınıza çaşarım, ixtisar olunanı yazarım. Deməli, sonra 22. 22
N'in elə 3 natural qiymətini göstərin ki, n üstə gəlinsin 3 bölünsün, n üstə gəlinsin 8 kəsirini ixtisar etmək mümkün olsun. Bir də ixtisar etmək mümkün olmasın. Gəlin biz birinci ixtisar etmək mümkün olunusuna baxaq. Deməli, n üstə gələk 3 bölək n üstə gələk 8 bərabərdir. Yəni, biz birinci n-ə 2 desək. Birincidə nə deyir? İxtisar etmək mümkün olsun. 2-nin üstünə 3 gələrəm. 2-nin üstünə 8 gələrəm. 2-nin üstünə 3 gələndə 5, 2-nin üstünə 8 gələndə 10. 10-da 5 ixtisar olunur. Hər tərəf 5 ixtisar olunanda olacaq 2-də 1. Sonra n-ə 7 verərəm. 7 üstə gələk 3, 7 üstə gələk 8. 7-nin üstünə 3 gələndə eləyər 10. 7-nin üstünə 8 gələndə eləyər 15. Hər tərəfi 5-ə bölərəm, eləyər 3-də 1. N bərabərdir 12. Buradan baxsaq görərsiniz ki, 5 vahid arta-arta gedəcək. Yəni, düzgün ixtisar olunan kəsir olması üçün. 12-nin üstünə 3 gələrəm, 12-nin üstünə 8 gələrəm. 12-nin üstünə 3 gələndə eləyəcək 15, bu da eləyəcək 20. Hər tərəfi də 5-ə böləcəm, eləyəcək 4-də 3. İndi bunun ikinci variantı. İkinci variantı nə idi? Deyirdi ki, ixtisar etmək mümkün olmasın. N-ə 1 verərəm. N üstə gələk 3 böl, n üstə gələk 8-dir də. 1-in üstünə 3 gələrəm, 1-in üstünə 8 gələrəm. Bu da eləyər 9-da 4. İxtisar olunmadı. N-ə verərəm 3. 3 üstə gələk 3. Deməli, 3 üstə gələk 8. 3-ün üstünə 3 gələndə 6, bu da 11. İxtisar olunmadı. Buradan da göründüyü kimi. Sonra n-ə 5 versək, 5-in üstünə 3 gəl, 5-in üstünə 8 gəl. 5-in üstünə 3 gələndə 8, 8-in üstünə deməli 5 gələndə 13. Bu da ixtisar olunmadı. Bu şəkildə. Sonra keçək 23-ə. Nömrə 23. Bir yeşikdə 32 kiloqram yazırıq. Bir yeşikdə 32 kiloqram. İkinci yeşikdə də 40 kiloqram alma var. Deyir ki, birinci yeşikdəki alma ikincidəkinin hansı hissəsini təşkil edir? Birinci yeşikdəki alma ikincidəkinin hansı hissəsini təşkil edir? Hər tərəfi 8-ə bölsəm, deməli 5-də 4 hissəsini təşkil edir. Nömrə 24. Deyir, hesablamanı yerinə yetirin və alınan kəsirləri ixtisar edin. İndi mən yenə hamısını birlikdə köçürəcəm, sonra cavablarını tapaq. Birini belə yazaq, bir dənəsin. 16 bölünsün 7 üstə gələk 13 bərabərdir 16. 7-in üstünə 13 gələndə 20 eləyəcək. Deməli, hər tərəfini mən 4-ə bölərəm, eləyər 5-də 4. Yəni, bu şəkildə yazılacaq. Bura hələ ki 7-yə qədər sıxışdı. Bunu yazaq, sonra davam eləyərik. 48 olduğu kimi qalacaq. Deməli, 105-dən 45 çıxdığımız zaman 60. Hər tərəfimizi 12-yə bölərik, edər 5-də 4. 48-dən 28 çıxanda 20 qalacaq. 24-də olduğu kimi qalacaq. Hər tərəfi 4-ə ixtisar eləyərəm, eləyər 6-da 5. 12-in üstünə 8 gələndə 20 edəcək, 36-ya bölünəcək. Hər tərəf 4-ə bölündüyü zaman olacaq 9-da 5. 18 olduğu kimi qalacaq. 15-in üstünə 12 gəldiyimiz zaman 27. Hər tərəfi 9-a bölərəm, eləyər 3-də 2. 21, 32-dən 4 çıxanda eləyəcək 28. Hər tərəfi 7 ixtisar olunar, olar 4-də 3. 13-ün üstünə 5 gələndə eləyəcək 18. 15-in üstünə 12 gələndə 27. Hər tərəfi 9-a bölərəm, eləyər 3-də 2. Sonra 8-i buradan yazaq. 25-dən 17 çıxdığımız zaman 8 edəcək. 19-dan da 7 çıxdığımız zaman 11 edəcək. Bu ixtisar olunmur. 3-ü 5-ə vuranda 15. Topladığımız zaman 40. Hər tərəfimizi 5-ə bölərik. Edər 8-də deməli 3. Sonra 10-cu misalı buradan yazaq. 7 üstə gələk 5. 9 vurulsun 4-ə. 7-in üstünə 5 gələndə 12. 9 4-üm 36. Hər tərəf 12 ixtisar olunar. Olar 3-də 1.
11-ci 38 çıx 23 bölək 25 çıxılsın 5. 38-dən 23 çıxanda 15, 25-dən 5 çıxanda 20. Hər tərəfi 5-ə bölərəm, eləyər 4-də 3. Və sonuncusu 12-ci misal 40 çıxılsın 8, 3 vurulsun 16. 40-dan 8 çıxdığımız zaman 32, 3-ü 16-ya deməli vurduğumuz zaman 48. Hər tərəfi 16-ya bölsək edər 3-də 2. Bu şəkildə alınır. Nömrə 25. Nömrə 25-i deyir, aşağıdakı bərabərliklərdən A-nı tapın. Gəlin tapaq. A üstə gələk 2 bölünsün 5 bərabərdir 15 bölünsün 25. Bunu çarpaz vuraraq elə həll eləyə bilərik. 25-i A üstə gələk 2 bərabərdir 15 vurulsun 5. Çarpaz vurmaq bu deməkdir. Bax, bu şəkildə. Biz 25 A üstə gələk 2 olduğu kimi qalsın. 15-i 5-ə vurduğumuz zaman 75 edir. Sanki burada bir başqa tapılmayan bir ədəddir. Yəni naməlum olan bir ədəddir. Çünki burada dəyişən var axı. Vuruq hasil kimi götür. Bu məlum olmayan vuruğu tapmaq üçün hasili məlum vuruğa bölməliyəm. Mən məlum olmayanım A üstə gələk 2-dir. Hasilim 75-dir. Məlum olanım da 25-dir. Deməli, A üstə gələk 2 olduğu kimi yenə qalacaq. 75-i 25-ə böldüyümüz zaman 3 edəcək. Buradan da A-nı necə tapırıq? Toplanan cəm. Məlum olmayan toplananı tapmaq üçün cəmdən məlum olan toplananı çıxmalıyam. Yəni 3-dən 2 çıxanda edəcək 1. İkincisi, A çıxılsın 1 bölünsün 4 bərabərdir 15 bölünsün 20-yə. Yəni 20 vurulsun, A çıxılsın 1, 15 vurulsun 4-ə. 20 vurulsun, A çıxılsın 1 olduğu kimi qalacaq. 15-i 4-ə vuranda 60. A çıxılsın 1 qalır, 60 bölünsün 20. A çıxılsın 1 bərabərdir 60-ı 20-yə böləndə 3. Azalan, çıxılan fərq. Azalanı tapmaq üçün fərqin üzərinə çıxılanı əlavə etməliyəm. Deməli, A-mız 4 imiş. Üçüncüsü, A üstə gələk 2 bölünsün 6 bərabərdir 30 bölünsün 36-ya. A üstə gələk 2 vurulsun 36 bərabərdir 30 vurulsun 6-ya. Bu şəkildə yazırıq. 36-ya vurduğumuz zaman 180 edir. 180 bölək 36 bu edir. Deməli 5. A da bərabərdir 5 çıxılsın 2-yə. A da bərabərdir 3-ə. Dördüncü misalı yazım, sonra göstərək. 9 vurulsun A çıxılsın 2 bərabərdir 3 vurulsun 15. Sıralamanı bilsəz adi qayda ilə yazmaq rahatdır. Bir də dediyim o qaydalara. 5 edəcək. 5-in üzərinə 2 gəlsək eləyər 7. Sonra 5-incisi 2 bölünsün A üstə gələk 1 bərabərdir 4 böl 10. 4 vurulsun A üstə gələk 1, 2 vurulsun 10-a. 20 edəcək. 20-ni mən 4-ə böləcəm. 5 edəcək. A-nı necə tapırdıq? 5 çıxılsın 1, bu da 4. Və sonuncusu, 6-cısı. On 5'i 4'e vurduğumuz zaman 60. 60'ı 20'ye böləcək. Edəcək 3. A da nəyə bərabərdir? 21-dən 3'ü çıxacaq. Yəni 18. Bu şəkildə. Nömrə 26. Nömrə 26-da deyir ki, A-nın hansı ən böyük natural qiymətində aşağıdakı kəsirlər deyir, ixtisar olunmayan kəsirlərdir. Burada deməlidir ki, düzgün olan olsun, yoxsa düzgün olmayan olsun. Sualda sanki nəsə çatışmamazlıq var. Yazsaz, məsələn, 1 qoymaq olmaz da. 5 çıxılsın 3. Bölək də 5-dən 3 çıxanda 2 eləyir. 4-də 2. O da ixtisar olunur 2-də 1. Burada düzgün olan kəsiri soruşsa, ən böyüyün natural qiymətində hansını yazmaq olarsa, ixtisar olunmayan kəsirdir.
düzgün olan ixtisar olunmayan kəsir. Bu şəkildə deməli. Yəni burada biraz sanki sualda nəsə çatışmamazlıq var. Yazıb A çıxılsın 3 bölünsün 4-ə. Yəni biz burada A'ya 6 versə 6 çıxılsın 3 bölünsün 4 bərabərdir. Edəcək 4-də 3. Bu şəkildə. Sonra ikincisi A üstə gələk 1 bölək 5. Biz A'ya burada versək 3 üstə gələk 1 böl 5 bərabərdir 5-də 4. Üçüncüsünü 11 çıxılsın A bölək 7. 11 çıxılsın 5 böl 7 bərabərdir 7-də 6. Gördüyünüz kimi ixtisar olunmur. Dördüncü 25 çıxılsın A böl 12. Bərabərdir 25-dən 14 çıxarıq, bölərik 2, eləyər 12-də 11. 5-ci misal 2 vurulsun A üstə gələ 2 böl 9. Bərabərdir 2 vurulsun 3 üstə gələ 2 böl 9. Bu da edəcək 8, 9-da 8 və sonuncusu 6-cı misal 3 vurulsun A çıxılsın 6 bölək 16. 3-ü vuracaq 7-yə çıxacaq 6-nı. Edəcək 16-da 15. Bu şəkildə. Sonra 27. Nömrə 27. Burada da deyir, B-nin hansı ən kiçik natural qiymətində aşağıdakı kəsirlər ixtisar olunmayan kəsirlərdir. Burada da ya deməlidir ki, düzgün olan olsun, ya da düzgün olmayan olsun. Yəni o sözü işlətməlidir. İndi biz burada düzgün olmayanı götürürük. Deməli 7 bölək B üstə gələk 3 bərabərdir. 7 1-in üstə gələk 3 bərabərdir 4-də 7. Ən kiçik dediyinə görə 1 götürdük. 10 bölünsün B çıxılsın 3 bərabərdir 10 bölək 6 çıxaq 3 3-də 10. Üçüncüsü 8 bölünsün 4 üstə gələk B. 8 bölünsün 4 üstə 1 edəcək 5-də 8. Dördüncüsü 12 B çıxılsın 17 bərabərdir 12. Bura düşmüş. 12 B çıxılsın 17 digər 22 çıx 17 bərabərdir 5-də 12. Beşincisi 11 5 vurulsun B çıx 13 bərabərdir 5 vurarıq 3-ə çıxarıq 13 edər 2-də 11 və 6-cısı 37 böl 20 üstə gələk 2 vur B. Bu da der 22-də 37. Bu şəkildə. İndi keçdik 28-ə. Deyir, düzgün olmayan kəsirin qarşıq ədədə çevrilməsi. Gəlin qısa bir buradan mən sizə izahını verin. Sözü misallarda vermişik, amma yenə də verək. Düzgün olmayan kəsirin qarşıq ədədə çevrilməsi. Məsələn, bir dənə düzgün olmayan kəsir götürək. Deyək ki, verib bizə, məsələn, 2-də 11 verib. Biz bu zaman nə edirik? Düzgün olmayan kəsir qarşıq ədədə necə çeviririk? 11-i bölürük 2-yə. Bax, 11 bölünsün 2. 11-in içində 2 nə qədərdir? 5 dənədir də. 5-i 2-yə vuranda 10 edəcək. Qalıq qalacaq 1. Həmin bu natamam qismət tam hissədə yazılır. Kəsir olduğu kimi, daha doğrusu, məxrəc olduğu kimi qalır. Həmən bu qalıqda sürətdə yazılır. Bu qədər sadə. Bundan ibarətdir. Sonra deyir ki, 28-ə baxaq. Düzgün olmayan kəsirə qarşıq ədəd şəklində yazın və bir neçəsi ədəd oxunda təsvir edin. İndi mən bunun hamısını yazım. Vaxtda getməsin. Sonra geri dönək. Bu şəkildə hamısını yazdıq. 11-i 3-ə böldüyümüz zaman deməli 3 dəfə düşür. 3-də 2. Bunun hamısını burada yazıb göstərmək bilmirəm. Göstəreyim, göstərməyim. 13-ü bölürük 4-ə. Bir ikisini göstərək yaxşı. 13-ün içində 4 nə qədərdir? Biz bilirik ki, 3 dənədir də. 3-ü 4-ə vuranda 12 eləyəcək. Qaldı, qalıq mı 1? Olacaq 3 tam 4-də 1. Yəni, proses bu şəkildə davam edir. 7 bölünsün 5-də. 1 tam 5-də 2. 11-i 6-ya böldüyümüz zaman 1 tam 6-da 5. Yəni 6-nı 1-ə vuranda 6 eləyir, üstünə 5 gələndə 11 eləyir. Bu şəkildədir. Sonra 7-də 18. 2 tam 7-də 4. 2-də 9. 4 tam 2-də 1. Bedir 1 tam 8-də 7. 8-ci onda 1 tam 10-da 7. 7-də 20 eləyəcək 2 tam
7-də. Deməli 6, 7-ni 2-yə vuranda 14, 14-ün üstünə 6 gələndə 20 eləyir. 6-da 23 də eləyəcək, 3 tam 6-da 5. Burada ədəd oxumda göstərməyi də istəyir. Belə bir şəkildə yazaq. Deyək ki, bura A olsun, bura B olsun, burada C olsun. Bura 1 olsun, 2 olsun, bu da 3 olsun. Həmən bu tapdığımız tamlardan istifadə edib burada yaza bilərsiniz. Məsələn, deyək 1 ilə 2-nin arasında burada hansını götürmək mümkün olar? Məsələn, 1/8-də 7-ni, 6-da 5-i, 5-də 2-ni istədiyinizi yəni götürə bilərsiniz. Yenə də gərək müqayisə eləyəsiniz ki, dəqiq bilməkdən ötürü biz sadəcə yazaq, məsələn, 8-də 15-i götürdük burada. Yəni 1/8-də 7-ni. 2 ilə 3-ün arasında hansını götürə bilərsiniz? 2/7-də 6-nı. Sonra burada var başqası. 2 tam var. 7-də 4. Sonra 2 tam 7-də 6. Biz demişik axı, məxrəcləri bərabərdirsə, sürəti böyük olan böyük, kiçik olan kiçikdir. Yəni 4-dən sonra 6 gəlir bu mənada. Sonra 29. Nömrə 29. 29 da eyni qaydada. Deyir, bölmə əməlindən istifadə etməklə düzgün olmayan kəsiri qarşıq ədəd şəklində yazın. Yenə hamısının misalını köçürüm, sonra geri dönüş edək. 13/8. Yəni 13-ün 8 bir dənədir. 8-də 5. Edər 4/4-də 1. 23-ə böldüyümüz zaman 6/18 eləyər. 20-dən də 18 çıxdığımız zaman 2 qalıqda qalanı yazırıq ora. 4/10-7. 5/5-də 2. Bu şəkildə davam edir. 5/7-də 5. 5/9-da 4. 4/8-də 3. 31-i 4-ə böldüyümüz zaman 7. 28. 31-dən 28 çıxanda 3 edəcək və sonuncusu 7/5-də 3. Bu şəkildə. Nömrə 30. Nömrə 30 nə deyir? Düzgün olmayan kəsirlər və qarşıq ədədlər şəklində ifadə edin. Birini göstərim, sonra hamısını birbaşa yazacağım. Yazır ki, düzgün olmayan kəsir şəklində. Düzgün olmayan kəsir şəklində göstərmək nə deməkdir? Yəni 17/4 kimi göstərmək deməkdir. Sonra deyir, qarşıq ədədlər şəklində göstərin. Yəni 17-ni bölün 4-ə, bu deməkdir. 17-ni 4-ə böldüyümüz zaman 4 dəfə düşəcək. Məxrəc olduğu kimi qalacaq. 4-ə 4-ə vuranda 16. 17-dən də 16 çıxanda 1. Bu şəkildə alınacaq. İkincisi 23 bölünsün 6. Yəni birbaşa yazaq. Bir də yazıb vaxt itkisi olmasın. 3/6-da 5. Üçüncüsü 20/9. 2/9-da 2. Çünki 1 saatdan çox olanda yükləmə biraz geç baş verir. Ona görə çalışıram ki, heç olmasa 1 saata qədər olsun. 37-10-a böldüyümüz zaman bu edəcək 7. Beşincisi 21/8. 2/8-də 5. Altıncısı 19/7. 19-u 7-yə böldüyümüz zaman 2/7-də 5. Yedincisi 19 bölünsün 3-ə. 6/3-də 1. 8-ci 33/5. 6/5-də 3. Bax, 5-i 6-ya vururuq 30. 30-dan da üstünə 3 gəlir, eləyir 33. 9-cu 7 bölünsün 2. 3/2-də 1. 10-cu 43 bölünsün 8. 5/8-də 3. 11-ci 29 bölünsün 4-ə. 7/4-də 1. 12-ci 53 bölək 7 bərabərdir 7/7-də 4. 13-cü 67 bölünsün 5 bərabərdir 13/5-də 2. Sonuncusu 14-cü 29 bölünsün 4. O da bərabərdir 7/4-də 1-ə. Bu şəkildə yazıldı. Sonra 31. Verilən bərabərliklərə A-nın ən böyük natural qiymətini tapın. Verilən bərabərliklərdə A-nın ən böyük natural qiymətini tapın. Yazıb ki, 103 bölünsün 10 bərabərdir A, B, C. Yəni, demək istəyir ki, qarşıq ədədə çevirdə. 103 bölünsün 10-a. 103-ün içində 10 nə qədərdir?
Yəni 10 dənədir də. 10-u 10-a vuranda 100 eləyəcək. 100-dən də deməli 3-ü çıxdığımız zaman qalacaq 3 bu şəkildə. İndi necə olacaq? Gələ buradan yazardım hatta. 103 bölünsün. Necə olacaq? A 10 olacaq. B onsuz da 10 olacaq. C də bu qalıq 3 olacaq. İkincisi 89 bölü 8 bərabərdir A, B, C. 89'u 8 deməli 11 olacaq. 11'i çünki 8'ə vurduğumuz zaman 88 eləyəcək. B olacaq 8. Məxrəc demişik olduğu kimi qalacaq. 8'i 11'ə vuracaq 88. 89'dan da 88 çıxanda qalacaq 1. Üçüncüsü 29 bölü 5 bərabərdir A, C, B. 5 tam 5'də 4. Dördüncü misal 55 bölü 7. A yenə B, C. Onsuz da bilirəm ki 7, B 7'dir də məxrəc damsında. 7, 7, 49. 55'dən 49'a çıxdığımız zaman bu şəkildə 6 alınacaq. Sonra 5-ci 37 bölü 6. 6'dan 6'da 1. Sonuncusu 6'ncını da buradan yazaq. 103 bölünsün 9 bərabərdir A, B, C edəcək. 11, 9 və 4. Bu şəkildə. Növbəti 32. Verilən kəsirləri qarşılıq ədəd şəklində yazın. Ədəd oxununda kəsirlərə uyğun hərfləri müəyyən edin. Gəlin birinci yazaq hamısını. 3'də 11. Deməli, qarşılıq ədəd şəklində yazmalıyıq düzgün olmayan kəsir. Yenə bölürük. 3 tam 3'də 2. 6'da 35'i yazırıq. 5 tam 6'da 5 kimi. 9'da 93'ü 10 tam 9'da 3 kimi. 1 tam 6'da 5 kimi. 8 tam 5'də 3. 2 tam 4'də 1. Bu şəkildə olur. 7 tam 7'də 3. 10'da 7 və 4'də 11'i də 2 tam 4'də 3 kimi. İndi bunları yazandan sonra burada A, K, Y, C ümumiyyətlə hərflər verilib də. Görək hansı hərflər burada var. Bax 1 ilə 2'nin ortasında A verib. İndi gəlin baxaq görək. 1 ilə 2'nin ortası nə ola bilər? 1 tamlar ola bilər də. 1 tamdan 2 tama qədər olan hissə. Burada bir dənə bax 4'dədir. Yəni 6'da 11. Bu 1 ilə 2'nin arasında. Burada yazıram da kitabda üstündə qeyd eləmirəm. K ilə Y. K 2 ilə 3, Y 3'ün arasındadır. Yəni K ilə Y 2 tam neçəsə ola bilər. Özdə K kiçikdir. Kiçikdir, Y daha böyükdür. Burada baxıram 2 tamlarla. 2 tam 4'də 1, 2 tam 4'də 3. Biz nə demişik? Məxrəcləri bərabərdirsə sürətə baxırdıq. Sürəti kiçik olan kiçikdir, böyük olan böyükdür. Deməli bu K'dır. Bu da Y'dir. Biri var 2 tam 4'də 1, sonra gəlir 2 tam 4'də 3. Yəni o mənla ilə. Sonra C 3 ilə 4'ün arasındadır. Gəl görə 3 ilə 4'ün arasında hər hansı biri varmı? 3 ilə 4'ün arasında elə var bir dənə. 3 tam 3'də 2. Sonra 5 ilə 6'nın arasında B yazıb. 5 ilə 6'nın arasında görək nə var? 5 tam neçəsə? 5 tam 6'da 5 var elə. 6 ilə 7'nin arasında F var. 6 ilə 7'nin arasında F var. Deməli F nədir? Burada yoxdur 6 ilə 7'nin arasında olan. 6 tam neçəsi olmalıdır. Burada yoxdur. Sonra 7 ilə 8'in arası M'dir. 7 tamdan yuxarı 8'ə qədər olan M'dir. Bu şəkildə. Sonra 8 ilə 9'un arasında olan N'dir. 8 ilə 9'un arasında olan N bu şəkildə. 9 ilə 10'un arasında olan D var. 9 ilə 10'un arasında. Bax D burada yoxdur. Deyirsiniz ki, niyə 10 tam 9'da 3'ü götürmürsünüz? 10 tam artıq 9'da 3. Ondan böyük ədəd deməkdir. Yəni bu 11'ə yaxınlaşır. Əgər 10 ilə 11'in arasında olan hər hansı bir nöqtəni soruşsaydı, biz onda bunu götürərdik. Amma bizdə 9 ilə 10'un arasındakı D-ni soruşur, o da burada yoxdur. Bu şəkildə. Keçdik 33'ə. Nömrə 33.
33-də necə qarşıq ədədləri düzgün olmayan kəsirlər şəklində göstərin. Yenə birincisini göstəreyim, o birilərin hamısını misalları köçürdüm, elə sizə geri dönüş edək. 3/4-də 3. Düzgün olmayan kəsiri necə yazırdıq? Məxrəc olduğu kimi qalacaq. 4-ü 3-ə vuracam 12. 12-nin də üstünə 3 gələcəm, eləyəcək 15. Bir ikisini yazaq. İkincisi 5/2-də 1 deməkdir. 2 olduğu kimi qalır. 2-ni 5-ə vuraram 10. Onun üstünə 1 gəlirəm, edir 11. Üçüncüsü 7/8-də 5. Elə belə yazaq geçsin. 8-i 7-yə vurduğumuz zaman deməli 56-nın da üzərinə 5 gəldiyimiz zaman edəcək 61. Dördüncüsü 11-də 11/3-də 2. 3'ü 11'ə vurduğumuz zaman 33. 33'ün üstünə 2 gəldiyimiz zaman 35. 5-ci misal. 9/5-də 2. 5 olduğu kimi qalır. 5'i 9'a vurduğumuz zaman 45. 45'in üstünə 2 gələndə deməli 47. 6-cı 8/9-da 5. 9'u 8'e vuranda 72. 72'nin üstünə 5 gələndə 77. 7-ci misal 5/7-də 1. 7 olduğu kimi qalsa 7'ni 5'e vuranda 35. 35'in üstünə 1 gələndə 36. Misalları köçürüm. 8'də deyir. 8/3-də 2. 3 olduğu kimi qalır. 3'ü 8'ə vuranda 24. 24'ün üstünə 2 gələndə 26. 7'ni 5'ə vuranda 35. 35'in üstünə 4 gələndə 39. 6'nı 6'ya vuranda 36. 36'nın üstünə 1 gələndə 37. 6'nı 10'a vuranda 60. Üstünə 9 gələndə 69. 20'ni 2'ye vuranda 40, 40'ın üstüne 13 gələndə 53. 8'i 8'e vuranda 64, üstüne 3 gələndə 67. 7'ni 8'e vuranda 56, üstüne 5 gələndə 61 şəklində olacaq. Növbəti 34. (34)də nə deyir? Deyir ki, verilən bərabərliklərdən A plus B cəmini tapın. Yazıb ki 4/5-də 3 bərabərdir B A-ya. İndi mən 4/5-də 3'ü çevirməliyəm, deməli düzgün olmayan kəsirə bu B ilə A-nı tapmalıyam. 4/5-də 3'ü yazıram. 5 olduğu kimi qalır. 5'i 4'ə vuranda 20. 20'nin üstünə 3 gələndə 23. Deməli bu oldu B, bu oldu A. A üstə gələk B də nə deməkdir? Yəni 23 üstə gələk 5 bərabərdir 28-ə. İkincisi 8/3-də 2. Birbaşa bunu yazacağım. 3 olduğu kimi qalacaq. 8'i 3'ə vuranda 24. 24'ün üstünə 2 gəldiyimiz zaman 26 eləyəcək. Sonra A bura B'dir, bura A'dır. Topladığımız zaman 26 üstə gələk 3 bərabərdir 29'a. Üçüncüsü 9/6-da 5 bərabərdir. 6 olduğu kimi qalacaq. Deməli 9'u 6'ya vuranda 54. 54'ün üstünə 5 gələndə eləyəcək 59. Yenə bura B'dir, bura A'dır. 59'un da üstünə 6 gəldiyimiz zaman 65. Dördüncüsü 7/7-də 4 bərabərdir. 7'ni 7'yə vuranda 49 eləyəcək. 49'un üstünə 4 gəldiyimiz zaman 53. Bura oldu A. Bura oldu B. 53'ün de üstüne 7 gələndə eləyəcək 60. Beşincisi 11/6-da 1. 6 olduğu kimi qalır. 6'nı 11'ə vuranda 66. Üstünə 1 gələndə 60. 66'nın üstünə 1 gələndə deməli 67. Bura oldu B. Bura oldu A. 67'nin de üstünə 6 gəldiyimiz zaman deməli eləyəcək 73. 3. Ve sonuncusu 6. 8/8'də 5. 8 8'im 64. 64'ün üstüne 5 gələndə 69. Bura B, bura A. 69 üstə 8 bərabərdir 77. Bu şəkildə yazıldı. Sonlara doğru yaxınlaşırıq. Nömrə 35. 7/2-də 1
kiloqram çayı, hər biri 2-1 kiloqram çay qutularını tam doldurdular. Neçə qutuya çay doldurdular? Biz 7,2-1-i həmişə belə misallar olanda daha rahat olsun deyə çalışın ki, bu qarışıq ədədləri düzgün olmayan kəsrə çevirin. 7-ni 2-yə vurun 14, 14-ün üstünə 1 gəlin eləsin 15. Yəni bu 2-də 15-i biz bölməliyik 2-də 1-ə. Böldüyümüz zaman demişik necə bölürük? 2-də 15 vurulsun. Bunlar yerin dəyişir də tərsinə yazılır. Sanki 2 burada olur, 1 burada olur. 2 ilə də 2 ixtisar getdiyinə görə deməli 15 dənə qutu çay dolduruldu. 36. Uzunluğu 2-də 1 metr olan ağac dirəyi hər biri 5-də 1 metr olan hissələrə doğradılar. Neçə hissə alındı? Yəni biz 2-də 1-i bölməliyik 5-də 1-ə. Baxa görə neçə hissə alınıb? Yəni eyni qayda ilə bu şəkildə yazır. Deməli 2-də 5 alındı. 2-də 5-i də biz düzgün olmayan kəsrə çevirdiyimiz zaman 2,2-də 1 hissə alınır. Və sonuncusu 37. 37-də nə deyir? Deyir ki, Azadə 2,4-3 kiloqram çiyələyi hər birinə 4,1 kiloqram olmaqla qablara qoydu. Neçə qab lazım oldu? Yəni ilk öncə biz qarışıq ədədi düzgün olmayan kəsrə çevirək. 4-ü 2-yə vuranda 8, 8-in üstünə 3 gələndə eləyəcək 11. Həmin bu 4-də 11-i biz bölməliyik 4-də 1-ə. Birinci kəsrimiz demişdik olduğu kimi qalır. İkincisi tərsinə çevrilir. 4-lə də 4 ixtisar getdiyinə görə deməli bizə nə qədər qab lazım imiş? 11 dənə qab lazım imiş, lazımdır. Bu şəkildə bu hissəmizdə bitmiş oldu.